Hamilə qadına stul atdı, hamının içində təhqir etdi. Gəlin gedəndə qara maşınla getdim. Bu sözlər məşhur vəkil Şəfiqə Nağıyevaya məxsusdur. O, onun sirri proqramında şok edən ailə həyatını danışıb. 1992-ci ildə zavodda işlədiyi vaxt Vahid adlı mühəndislə ailə qurduğunu deyib. Bir şərtim vardı, mərhum anamı heç vaxt təhqir etməyəcəksən. Söz verdi, amma tutmadı. Şəfiqə Nağıyeva bildirib ki, evlilik illəri təhqir və zorakılıqla keçib. Hamilə olduğu vaxt Moskvada baş verən hadisə isə hər şeyi dəyişib. Hamının içində dedi ki, baxın eşşək aparır. Sonra oteldə üzərimə stul atdı. Ayağımdan zədə aldım. Vəkil deyib ki, anasına edilən ağır təhqirdən sonra artıq dözə bilməyib və ayrılmaq qərarı verib. Məhkəmə bizi 5 il ayırmadı, amma mən dedim, onunla yaşaya bilmərəm. Şəfiqə Nağıyeva bildirib ki, keçmiş həyat yoldaşı 25 il oğlunu axtarmayıb, cəmi bir neçə ay aliment ödəyib. Onunla cəhənnəm əzabı çəkdim, amma bu ağrılar məni gücləndirdi.